Salam, necəsiniz? Ümid eləyirəm hamınız yaxşısınız. Çünki mən də yaxşıyam. Təbii ki də həmişə kimi mən pis olduğum bir an görübsüz, görməyibsüz heç nə. Yəni bugün açılışı burada eləmək istədim. Çünki heç bir səbəb yoxdur və qəşəng yaşıl təbiət nə var evdə çəkirəm də belə. Hər nəysə, bugünkü vloqumuz təbii ki də başlıqda gördüyünüz üzrə təmizlik vloq. Bəli. Ay bibi! Dünən kim idi bibimə enerjik deyən? Təbiəti çəkir. Niyə çəkməyəm? Sən mənə çəkəndə yaxşıdır. Güya ki anksiyete məndən qorxurdu, mən anksiyetədən qorxuram. Bugünkü vloqumuz başlıqda yazılan, yəni təmizlik. Ay bibi, cümlə quramıram, ay bibi. Bugünkü vlogumuz başlığın üzərindən gördüyünüz kimi təmizlik vlog. Amma bugün təbii ki də toz alma, yer silmə. Da bibim mənə eləyəcək bilmirəm. Bibimə əmanətəm. Görüm nə eləyə bilirəm. Amma çox qorxuram bibimdən. Çünki bibim mənə evi söküb təzədən yığdıracaq böyük ehtimalla. Sonradan da bibim nə desə o olacaqdı. Onda isə gəlin keçək əsas vlogumuza. Bəli dostlar, indi də gedirik çörək almağa, çünki çörək mövzusunda məni görevləndirirlər. Bu evdə niyə balaca getmir? Çörəyə mənim heç bir düşüncəm yoxdur. Niyə mən gedirəm? Heç başqa bir düşüncəm yenə yoxdur. Amma yəni belə. Dostlar, təndə çörək almışam. Gedirik evə. Bax, çox istidir. Zaten çörək istidir. Ben pişirdim çörək bir yana pişirdi. Çörək alandan sonra biraz günorta dincəlmiş ola bilərəm, amma indi davam edirik və bibim mənə... Boş-boş danışma, başla işləməyə. Tez ol, vaxt gedir. Bəli dostlar, bunları anam necə əldə edibdi? Gəlin sizə bunun qısa bir hekayəsini danışım. Çünki danışma heç bir şey yoxdur. Bibim qoymur boş-boş danışma. Düz deyirəm də. Yadıma mənim şagirdim Xədicə düşdü. Bir dənə çantası var idi. Çantanın üstündə zınqrov gəzdirirdi. Hazırlığa gələndə, qapıdan girəndə Fatimə deyirdi ki, belə bir ki 10 metr aralıdan onun səsini eşidirdim. Bax belə səs gəlirdi. Cing. Deyirdim uşaqlar, Xədicə gəldi. Deyirdim bu nədir o sahibi iti tanıyan kimi sən də dedim. Sonra o dəvənin əsəblərimə toxunurdu. Mən xoşuma gəl. Yox, çantada özü pis, danqadaran. Çankaya özü. Özü 3-cü qrup hazırlaşırdı. Çağırgah əfsanəsi var. Oradakı zınqrov səsləri söhbəti yadıma düşürdü həmişə. Əməlli sil. Mən qaram bəs. Əməlli sil günə. Silirəm. O qədər iş görmür ki, iş görəndə də bir harasından başlayıb, harasından qutar. Nə olsun ki, zato ki silirəm. Zato yox. Əsas o ki silirəm. Ay, sağ ol. Azərbaycan dil müəllim problems. Təpiyə bırakmışsınlar! Mən biraz quraq! Gəl gedək anıya kömək elə, gəl. Gedək anıya kömək elə. Zəhri var qalmış. Nə zəhri var qalıb, nə olub? Elə, əsəbləşdirmə. Kimə əsəbləşdir? Ay, bunu qırastan eləmə. Davam eləmək məcburiyyətindəyəm, çünki bugün getdi, biraz biçiqil davadan sonra hirsləndi. Mama ki, gəl iş görün, çünki evdə hər an bir işi var. Mənim də işim budur, hər nəysə, əsəbləşməyəcəm. Bunlar silməyə çalışım, amma hamısı 5 kilodur. Əsəbləşdim. Hələ bunlar qayıdıb quru dəsmalla silməyə də var, əsəbləşirəm. Oh my god, what is that? Oh my god, what is that? Manifestə takılmışam bu aralar. Zaten əvvəl də manifestə takıntılıydım. Manifest biyasınız kimdir? Mən deyim. Mən əslində Hilalam, amma soyadayım. Necə? Mən xasiyyəti görüb görə biləcəyiniz ən soyada insanım. Ən soyada insan mənim də yəni. Amma ki, yəni Hilal bir bağımlılıqdır. Bakıyorsun niye çok dost pembe. Bəli, alan eləyirik.
yerləşdirəcəm. Çünki yerləşdirməliyəm. Bəli dostlar, uyudu, necə parıldayır o. Mən eləmişəm deyə demirəm. Flaşı yandırmamın səbəbi nə soruşun? Çünki otaq qaranlıqdır, işıqlar yetəri qədər aydınlatmıyor. Dostlar, nənəm indi televizora baxdığı üçün və onları rahat eləmək istəmədiyim üçün bundan sonrası səsləndirmə ilə olacaq. Çünki bilim də işi bitməyibdi. Dedi ki, bitirim gələcəm. Bəli dostlar, gördüyünüz kimi artıq burada qabların tozunu alıram. Bayağı tozlamışlar bir müddət almadığım üçün. Yəni anam nəsəbləşməyini mən artıq başa düşürəm. Burada çiçəklər falan olan vazı təmizləyirəm. Hamısını aparım çantaya. Orada bir balaca konfet tapmışdım. Onu yedim. Daha sonra isə qabları təmizləməyə davam edirəm. Yaşar Bayramoğlu hamiləlik İsmail Əmirli ATV xəbər. Daha sonra isə divanları toparlayıram və hamının evində olan həmin şiri qaldırıb stolun altını silirəm. Bəli dostlar, indi mən otaqları təmizlədim, amma hələ də təmizləməyən yerlər var. Məsələn, aynanın qabağını heç birini silməmişəm. Yəni çatdıramadım. İndi bibim deyir ki, gəl yemək ye anamla. Mən də dedim, okey. Bəli dostlar, gördüyünüz kimi həyatdayım. Çünki yeməyimi də yedim, dincəldim də, uzandım da və çox xoşbəxtəm. Deyirlər ki, bugün ulduz sürüşməsi olacaqdı. Mən də ona baxmaq üçün çıxmışam həyata. Amma ki, heç bir şey yoxdur hələ ki. Deyirlər, 11-dən sonra olur, 11-ə də heç nə qalmayıb, 1 saat falan qalıb demək olar ki. Və mən hələ zalın işini tam bitirməmişəm. Oraların tozlanmaq qaldı. Daha sonra isə burada yenə qabların tozunu alıram. Nə qədər qab var bu evdə. Yəni bezdim, üstünü silirəm falan filan. Daha sonra isə manifest çalır. Burada yenə silməyə davam edirəm. Daha sonra isə sildiyim qabları yerləşdirirəm. Yenə anamın kolleksiyalarının ağ versiyası da bu dəfə. Onları silib yerləşdirirəm. Daha sonra isə aynanın qabağı, televizorun qabağı. Dostlar, işim bitdi. Hər şeyi həll elədim. Əslində bu meteor yanlışına baxmalıydım. Amma ki, yoxdur. Yəni ulduzlardan başqa heç bir şey yoxdur. Olsa belə artıq yatmaq məcburiyyətindəyəm. Sabah gediləcək yerlərim var və məcburam. Özümə də çay gətirmişdim, içə bilmədim. Zaten bu gün mənim heç bir şeyim düzgün getmədi. Yəni heç bir şeydə, yəni heç bir şey. Və indi internetdə getdi, edit eləyə bilmirəm. Normalda videonu gecə 3-də atmalıyım.